Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Şair Nazlı Səfərli yaşayış binasında baş verən yanğında həyatını itirən Könül Vəlibəylinin məzarından görüntü paylaşarak bunları yazıb. Bu da sənin son mənzilin, vəfalı dostum, xeyirxah dostum Könül. Özü kirayədə qalıb, amma yaşlı 3 qadını himayəsinə götürmüşdü. 25 yaşlı qızı hələ də ağır olaraq reanimasiyada həyat uğruna mübarizə aparır. Allah'ın rəhmi gəlsin. Könül bütün milli bayramlarımızda əksər xalq, əməkdar artistləri ən kübar milli geyimlərlə təmin edib. Qarabağda festivallarda, xarici və ölkə sərgilərində gördüyünüz əksər milli geyimlər Könülün imzası idi. Onun paltarları geyim olmaqdan çıxmışdı, əsər idi. Təəssüf hissi ilə qeyd edirəm ki, mədəniyyət nümayəndələri, media nümayəndələri dəfnə gəlmədilər. Milli bayramlar, dövlət tədbirləri yenə gələcək. Hamı Könül axtaracaq. Onda anlayacaqsınız Könül sizin üçün kim olub. 15 illik dostumu itirdim. Çox pisəm.